Salamlar, hər Sağ olun. vaxtınız xeyir. Necəsiz müəllim? Yaxşıyam, sağ olun. Siz necəsiz? Mən də yaxşıyam, sağ olun. Mənim düz 17:01-də mən özümün də dərsim var. Hal-hazırda dərsə girəcəm. 18:20-də dərsim bitir universitetdə. Gəldim ki, deyəm girə bilmirəm. Qoşula bilmirəm, amma videomu göndərmişəm ha, bəyənmişdiniz. Axırıncı səhv siz göndərmişdiniz də video, hə? Nə Hə, idisə qoyun çox, olmadı. nə idisə çox qəşəng idi. Bir də təkrar baxım mən ona. Yəni, üzrlü hesab edərsiniz müəllim. Biz 18:20-də dərsim bitir, o saatdan sonra qoşula biləcəm. Tamam, bu arada əllərinizə sağlıq, video çox qəşəng idi. Çox sağ olun, təşəkkür edirəm müəllim. Sağ olun. Necə eləndiyini özün birbaşa eləməlisən. Workshopda birbaşa praktiki göstərmək deməkdir. Hekayəni təkmilləşdirməyi göstərə bilərsən, şəkilləri hansı platformada hazırsan, necə hazırlayırsan onu göstərə bilərsən. Sonra video etabına keçməyi göstərə bilərsən. Əslində məqsəd elə bir yerdə eləməkdir. Göstər, qoşulan olsa qoşulacaq, qoşulmayan da olsa baxacaqdır. Брали всі моделі від класичних лагерових до темних ейлових. Ось секція з бурштиновими, а далі новий стаутовий варіант. Типу виставки по Ceyran batanda binən bambat yer tapmışam. Uşitos səhrada. Salamlar, hər vaxtınız xeyir. Salamlar. Bir 5 dəqiqədə gözləyək. Digər qoşulanlar da gəlsinlər, başlayaq elə dərsə. Salam, oldu. Salam.
Salamlar təkrardan. Artıq qoşulan yoxdur, biz başlayaq. Səsim gəlir? Bəli, gəlir. Həla. Video hazırlamışdınız siz? Təəssüf ki, xeyir. Niyə? Yenə vaxtım olmadı. Həqiqətən istəyirdim ki, bu dəfə hazırlayıb çatdırım, amma təəssüf yenə hazırlaya bilmədim. Əvvəl hazırlamışdınız siz video? Uşaqların hazırlayanda onlara belə deyim, rəhbərlik eləmişəm, yəni yanlarında durmuşam, baxmışam, belə dəstək göstərmişəm, amma özüm birbaşa yox. Uşaqlara dəstək lazım olanda siz onda dəstək göstərə bilirsiniz də, düzdür? Bəli, onu bilirəm. Yəni hazırlamağı falan bilirəm. Elə bir çətinliyim yoxdur. Sadəcə dediyim kimi vaxt yoxdur ki, onu davamlı bir vaxt ayırım, üzərində işləyim. Əslində maksimum bir saat ayırsanız yetərlidir bir ilkin versiya üçün. Məsələ odur da, o bir saat ayıra bilmirəm, təəssüf ki, çox istəyirəm. Çünki maraqlı gəlir özümə də. Hətta özümün də bir işimdə belə bir video lazımdır. Elə düşünürəm ki, elə burada öyrəndiyimi o işimdə istifadə edeyim. Çünki burada elədir ki, praktika elədikcə, yəni problemlər üzə çıxmağa başlayır. Ondan elə praktika eləmədən də davam eləmək çətindir. Məsələn, problem onda ki, dünənləri Streaming proqramı işləmədi, məsələn, dünəndə. Şəkilləri göndərirdik, bəli, hazırlamırdı yenə. Yenə ümumi saytda yenilənməmi var deyir, düzəlişmi, nəsə belə bir sözlər yazılırdı ingiliscə. Ola bilər, amma biz tək ondan işləmirdik də. Bəlkə yeminlə, uşaqlarda oldu, problemi indirim, özüm işləmirdim, uşaqlar ən çox o rahatdır deyə onu işləyirlər. Bildirdilər, mən də onlara yeminlə dedim orada hazırlayın, eybi yox. Biz əslində cəmi bir nəfər video göndərdi, ona baxaq, onda biz başlayaq. Var. Nərmin xanım bunu yazanda bura bir dənə də not yazıb ki, bu videoyu izləyərkən mən dərsdə olacam, qısa bir not qoymaq istədim. Laf yaxşı. Baxdım mən buna, dünən baxmışdım, çox belə animasiya tipli görünürdü. Birdən orada itlər biraz animasiyadan çox belə nətər deyim, şəkil kimi görünürdü. Qalan hamısı tam animasiyaya uyğun gəldi mənə. Bəli, məncə də qəşəng alınmışdı, yaxşı idi. İndi bugünkü dərsdə əslində keçəcəyik dərsin son etabı olan səslərlə əlaqəli hissəni. Biz uşaqlarla keçəndə uşaqların hazırladıqlarını gördünüz, görməzdiniz bilməm. Uşaqlar çox maraqlı mahnılar hazırlayıblar. Yəni çox maraqlı hətta. Biz onlarla üz-üzə görüşdük sonunda. Axırıncı dərsdə artıq bəli dedilər, danışdılar. Orada düzəltdikləri mahnılara baxdım. Yəni ciddi mənada klassik musiqidən tutun, rap, rock, hər şey hazırladılar və yaxşı şeylər çıxartmışlar ortaya.
Lap yaxşı. İnşallah Bugün- orada da göstərərlər. Bugünkü dərsdə biz öyrətmişdik, Bəli. səhv eləmirəmsə olaraq. Sunonu öyrədibsiz səhv eləmirəmsə olaraq. Hə, Suno, bir də ondan yanaşı platformalar var ki, onları öyrənəcəyik ki biz bugün. Birinci text to sound nədir əslində? Biz şəkil yaradanda da, video yaradanda əslində məntiq eyni məntiqdir. Orada da yazdığımız mətni analiz eləyib süni intellekt bizə şəkil yaradır. Burada da yazdığımız mətni analiz eləyib birbaşa onu səsə çevirir. Text to sound dediyimiz əslində musiqi bölməsi iki hissəyə ayrılır ki, burada birinci text to speech hissəsidir ki, mətni birbaşa danışığa çevirir. Yəni bu səsləndirməyə çevir. Yəni bu siz video hazırlayırsınız, üstündə voice over dediyiniz üç səs olaraq kimsə danışır. Səsləndirmə. İkinci hissə isə text to sound dediyimiz isə artıq süni intellektin musiqi yaratmağıdır ki, sözlərini biz yazırıq, musiqini bizim üçün yaradır. Mən indi düzəltdiklərim var, onu mən sizə göstərəcəm. Ümid eləyirəm ki, səs gələcək. Ən əsas platformu öyrənəcəyik biz səsləndirmə üçün Elevon Labs-dır, AI Studio'dur. Bunlar səsləndirmə üçündür və musiqi üçün Suno ilə Udio dediyimiz platforma var, onu öyrənəcəyik. Bugünkü dərs əslində daha çox praktika üzərinədir. Elə birbaşa biz keçək praktikamıza. İlk saytımız AI Studio. Biz AI Studio'nu əslində şeydə keçmişdik. Şəkildə də, videoda da keçmişdik ki, Image'ından buradan istifadə edə bilərik. Burada AI Studio'dan birbaşa biz musiqilər, səsləndirmələr də ödənişsiz versiyada burada eləyə bilərik. Məsələn, əlimizdə mən bir mətn tapaq, mətni çevirək. Bu çox rəsmi bir mətndir. Məsələn, AI modelləri haqqında bir dənə səsini yazı olaraq götürə bilməyim. Buradan hər hansı bir mətni götürürük test eləmək üçün. AI Studio'ya gələndə bir burada da göstərir. Sağ aşağı hissədə. Speech with Gemini. Bunlardan giriş eləyə bilərik və ya chat hissəsinə daxil olub, buradan audio hissəsindən də daxil ola bilərik. Orada single seçməliyik. Burada ən əsas nüans əslində budur ki, səsləndirməni seçəndə single seçmək lazımdır ki, səsi düzgün yarada bilsin, tək nəfərli. Burada sözü yazdıq. Burada hansı tonda danışacağını da yaza bilirik. Burada deyir ki, dost canlı bir tonda danışır. Burada səslərdən seçirik. Got a project in mind? Səs gəlir oraya yoxsa yox? Ready to build something awesome today? Səs gəlmir, yox. What do you want to explore? Tamam, mən birini hazırlayıb endirib elə vasitə. Ready to build something awesome today? Burada səslərdən seçirik, sonra elə birbaşa bunu vururuq. Yüksək yaradıcı düşünmə qabiliyyəti, çoxdilli dəstək, o cümlədən Azərbaycan Bir dənə dili, mən endirdim. İndi bir dənə qulaq asaq görək səs gəlməlidir. yüksək yaradıcı düşünmə Səs gəlir. qabiliyyəti, çoxdilli Bəli. dəstək, o cümlədən Azərbaycan dili, geniş kontekst yaddaşı, kod, mətn və vizual sintez güclüdür. Yəni tamamilə Azərbaycan dilində mətni yarada bilir. Burada səs tonlarından seçib, burada da hansı tonda danışır, hansı stildə danışacağını seçirik ki, əsəbi olar, sevincli ola bilər. Mən elə bildim, sırt hamısı robot kimi danışır. Yo, burada Dediniz. robot kimi danışma şeyini artıq tamamilə aşır. Ready to make something amazing? İndi bir dənə kişi səsi ilə test edeyim. What kind of mass What's a skill you'd like to develop? Bir dənə başqa mətn yazaq. Bir dənə mətn tapaq.
Bəs öz səs tonumuzu əlavə edib deyə bilirik, bu səs tonunda danış. Onu eləmək olur. O səs klonlama dediyimiz hissə. Bəli. Biraz həm təhlükəli hissədir, biraz da o müsbət olduğu qədər mənfi yanları da var. Amma onları göstərəcəm, eləmək olur. Çünki biz ondan işlə əlaqədar istifadə eləyirik. Birinin səsini yaratmışdıq ki, davamlı ondan istifadə eləmədən səsini istifadə edib rahat işimizi görə bilək deyə. Amma dediyim kimi daha da təhlükəli bir şeydir əslində. Ki birinin səsini klonlayıb hamı yəni xoş niyyətlə istifadə eləməyə bilir. Bunlar dəstəkdə də maksimum dərəcədə ora az toxunuram və ya toxunanda da çox danışıram ki, bunlar əslində diqqət eləməli olduğumuz bir şeylərdir ki, süni intellektdə, etik süni intellekt dediyimiz şey əslində elə birbaşa bizlə əlaqəli bir mövzudur. Onsuz kiminsə niyyəti pisdirsə, o bir yolunu tapıb nəyisə pis istiqamətli istifadə eləyəcək. Yəni, yo, amma mən belə bir şey deyim, niyyəti pis olan çox adam var ya, prosta necə istifadə eləyəcəyini bilmir. Yəni. Və sevindirici haldır ki, o premiumda olur sadəcə. Məqsəd kampaniya üçün fərdiləşdirilmiş və güclü kontent ideyaları hazırlamaqdır. Bunu burada səs gəlməyəcək çünki. Aha, indi açım. Məqsəd kampaniya üçün fərdiləşdirilmiş və güclü kontent ideyaları hazırlamaqdır. Buna başlamazdan əvvəl sənə brendi daha dərindən anlamağa kömək edəcək suallar təqdim etsin. Bu suallar aşağıdakı kimi ola bilər. Auditoriya hansı duyğunu hiss etməlidir? Kontent vizual və ya hekayə yönümlü olmalıdır. Əsas fokus sosial mediada, reklamda yoxsa PR tərəfdədir? Mövsümü kampaniyadır yoxsa davamlı brend mesajıdır? Bu suallardan sonra sənə uyğun kontent ideyaları, yazı tərzi və kreativ istiqamət təqdim etsin. Yəni belə deyim, bu orta hesabla may ayından etibarən var. Yəni 6 aya yaxında əvvəl Azərbaycan dilində səsləndirmə yaratmaq mümkün deyildi. Yəni belə düşünək ki, bu normalda 30 saniyəlik bir səsin normalda səsləndirilməsi ən az 100 manat bir qiyməti var idi reklam filmlərində. Düzdür, indi reklam sektorunda biraz dəyişiklik eləsə, amma belə deyim ki, biz özümüz də istifadə edə bilərik. Ya da hər hansı bir kitabın bir özetini, qısa mətni varsa bizdə, bunun vasitəsilə birbaşa onu musiqiyə səsli formaya çevirib ona qulaq asıla bilərik. Çünki mən məsələn bunu etab-etab eləyəndə bir neçə hissəyə böləndə. Dünən mən məsələn Gemini-də bir kitabın özətini çıxartdım. Səsli dərsliklər belə daha asan olur yaratmaq. Bəli, bəli. Çünki burada nə desəz ondan gedir söhbət. Əlavə heç bir şey yoxdur. Burada bir kitabla əlaqəli dünən mən özətini çıxartmışam. Özəti götürdük. AI Studio'ya gəldik. Çevirdik. İndi uzun olsa onsuz da error verəcək, onu bölüb 2 hissəyə hazırlayacaq. Amma bu bir kitabın 200 səhifəli özətidir orta hesabla. Daha çox da eləmək olar. Səsdə də limit qoyur, yoxsa istədiyimiz qədər edə bilərik? Bir dəfəmə hazırlamaqda limit var. Məsələn, 3-4 dəqiqədən artıq hazırlamır. Amma davamlı istifadə eləmək istəyirsə, error versə belə səhifəni yeniləyib yenidən girişəndə istifadə edə bilərsən. Hər hansı bir limit və ödəniş yoxdur, tamamilə ödənişsizdir. Bəli, yazı kimi onda bildim. Bəli. Bura yazı kimi atırıq. Biz notebook elemi də keçmişik. Notebook elemi istifadə elədiniz siz heç? Onu xeyir. O notebook elem çox möhtəşəm bir şeydir. Biz onunla əlaqəli mən göstərdim. Dünən məsələn bir internetdə bir röportaj vardı. Baxmaq həm başqa dildə idi, həm də baxa bilməyəcəydim. Uzun söhbət idi. Səsi yazıya çevirməkdir. Burada yox, bu mövzunun şeyini çıxardır. Bu mövzu buydu. Hə, nüsxəsini, özətini. Özətini amma ətraflı. Bu 1 saat 10 dəqiqəlik idi. Bu mənə çıxartdığı da Bunu hansı söz demişsiniz, mən unutmuşam. 17 dəqiqəlik mənə özətini çıxardı. Bunu əslində biz 4 ya da 5-ci dərsdə keçmişdik ətraflı. Olar, mən onda diqqətsiz olmuşam ya da başım qarışıb. Amma bütün dərslərə qoşulmuşam demək olar, birində olmamışam. Çünki əslində saytımız budur, elə göstərək. Əldə müzakirə edəcəyimiz iş yoxdur deyə vaxtımız çox qalır. Notebook elem deyə bir saytdır, Google şirkətinindir. Bu. Giriş edirik. Qaçıb, çox sağ olun dediyiniz üçün. Siz də sağ olun. Giriş edirik sayta.
Sayta giriş eləyəndə yeni not dəftəri birinci ayarı göstərmişsə, ən böyük problem odur. Ayarlardan çıxdı dili var. Yəni verdiyimiz mətnlər istədiyiniz dildə ola bilər, qaynaqlar, ingilis, rus, ərəb, fars, ispan, fərq eləmir. Amma bizə qarşılığında həmişə Azərbaycan dilində hazırlayacaq. Bunu onunla seçirik. Ayarlar, çıxdı dili, Azərbaycan. Və varsayaq ki, indi biz bir dənə YouTube-dan video götürək, məsələn. Burada mənim digər meylimdə. Aha. Məsələn, burada bir dənə belə bir 18 dəqiqəlik link var. Bir bəlgesəl, sənətli film. Gəlirik burada yeni not dəftəri oluşdur hissəsinə. Özdə burada verir ki, siz əlinizdəki faylı da ata bilərsiniz içinə. PDF, textli, Word. Website linki də ata bilərsiniz, YouTube linki də ata bilərsiniz, birbaşa mətn də ata bilərsiniz. Bizim hal-hazırda əlimizdəki YouTube linkidir. YouTube linkini atırıq bura. Əlavə elə deyirik. Əlavə eləmək, bir neçə qaynaq ata bilirsiniz bu arada. 3-5 dənə video atıb deyə bilərsiniz ki, ortaq bir qaynaq çıxarsın. Sonra bunu hazırlayanda gəlirik səsli özət hissəsinə ayarlarda. Burada deyir ki, ətraflı çıxarsın, özətini çıxarsın, daha çox eleştiri eləsin ya da tartışma tərzində eləsin. Azərbaycan dili varsayılanı seçdik ki, qısa çıxmasın. Burada da seçə bilirsiniz ki, hansısa mövzu haqqında daha çox danış, içində olan. Burada səsli özətə vuranda artıq bunu podkast tərzində hazırlamağa başlayacaq. Və yeni çıxan bir özəlliyi daha var ki, videolu özət. Məsələn, buradan siz bir kateqori seçə bilirsiniz, hansı tərzdə istəyirsinizsə. Məsələn, seçdik retro baskı. Azərbaycan dilində özətini çıxarsın bu. Biri video halında hazırlayacaq, biri səsli formada hazırlayacaq. Biri podkast olacaq, biri də video. Yəni oturub uzun ya da fərqli bilmədiyiniz bir dildə olan mövzuya oturub Azərbaycan dilində videosuna baxa bilərsiniz. Bu öyrənmə açısından çox lazımlıymış. Beynimdə siz dedikcə öz işimlə əlaqə qururam ki, nəyə nə də istifadə edmirəm. Çox. Hətta bunun içində mövzu ilə əlaqəli test də quraşdırmaq olur. Sonra mövzunu belə indi zehin haritası vurduq. O belə bir şey var. Onu da hazırlasın göstərəcəm ki, o bizim nə işimizə, necə işimizə yaraya bilər. İndi yadıma düşdü, zehin xəritəsi sizə, mən bu hissədən dinləmişəm, əvvəlini dinləməmişəm, hansısa dərsdə demişdiniz bunu. Budur. Aha, bu yadımdadır, bəli. Mövzu ilə əlaqəli başlıqları çıxardır. Əslində bu mövzu neçə hissədən ibarətdir. İstədiyiniz hissəni də endirib götürə bilərsiniz. Mən bunu başqa bir web alətində bu zehin xəritəsini eləyirdim. Onun adı yadıma gəlmir. Yəni bu hal-hazırda ən yaxşısı bundadır. Test də yaradır. İndi səslə videonu da hazırlayandan sonra baxarıq. Bu məsələm çox uzun olub deyəsən. Hələ hazırlayıb qutaramır. O bir dənə test eləsin kitabı. Biz keçək ikinci platformumuz var ki, ikinci platformamızın adı səslə əlaqədar. Burada səsləri yarada bilirik. Əlimizdə bir məsələn 40 saniyəlik animasiya varsa, ondan nağıl da yarada bilərik. Hekayə. Hekayəni yaradıb burada tonunu da dəyişdirə bilərik ki, məsələn, indi bir dənəsini test eləyərik biz. Bir dənə çəkib deyə yazaq, səsləndirmə eləsin. Məsələn, bir dənə qısa yazaq, versin, onu bir dənə test eləyək. Hətta yazdığımıza əsasən text-to-speech üçün səs tonu da istəyə bilirik. Yəni nağıldır, ona görə
Bunu götürək. Çox uzun yazdı mən yəni. İndi bir dənə test eləyək görək necə alındı. Uşaq üçün nağılı. What do you want to explore? Got a project in mind? Ready to build something awesome to Salamlar Zeynəb xanım. Salam Ümid Bey, üzürlü sayın. Geç katıldım derse. Necəsiz? Mən də deyirəm siz gecikməzdiniz dərsdə, hər zaman var olardınız. Yoxsuz. Bağışlayın. Yox, lap başda sonra. Bu kitab Homo sapiens növünün 13,5 milyard il əvvəl Bu arada böyük bunu hazırladı, kitabın özətini çıxartdı. 10 dəqiqəlik görürsünüz. Bu əvvəl 4-5 dəqiqəni keçmirdi. İndi nə yaxşı. Hə, indi təzələnibdi, yenilənib demişdiniz. Bəli. Yəni mən kitab atdım bura. Atdım kitab nə idi? Belə. Hə, Hararinin Homo sapiensdən tanrılara deyə bir kitabdır. Heyvanlardan tanrılara deyə bir kitabdır, Sapiens. Bunun özətini istədim ətraflı. Mənə bir 3-4 səhifəli özət çıxartdı. Bunu daha da təkmilləşdirə bilərik, yəni daha çox çıxarsın. Bu da çıxartdığı özət. Bu kitab Homo sapiens növünün 13,5 milyard il əvvəl Hə, gəlir. böyük partlayış və Big Bang ilə başlayan kainat hekayəsindən bu günə qədər olan qısa tarixini izah edir. Kitabın əsas tezi odur ki, bəşər tarixi 3 böyük inqilab tərəfindən formalaşdırılmışdır. Təxminən 70 min il əvvəl başlayan bilişsel devrim, yəni idrak inqilabı, onu 12 min il əvvəl sürətləndirən tarım devrimi, yəni kənd təsərrüfatı inqilabı və yalnız 500 il əvvəl başlayan bilimsel devrim, yəni elmi inqilab. Birinci, Yəni biz hələ buna ton verməmişik. Özü hazırlayıb avtomatik olaraq. bir var idi, bir yox Aha, idi. indi o birini hazırladım. Günəşin ətrafında dönən Bu qısa nağıl hazırlamışdıq. Nağıl üçün ton da yazmışdıq ki, nağıl üçün uyğun bir ton olsun. İndi bunu hazırlayıb bir dənə qulaq asdım, bir dənə baxın. Əməlli başda tam nağıl tonunda hazırlaya bilibdi. Baxın. bir var idi, bir yox idi. Günəşin ətrafında dönən 7 dost planet var idi. Onlar göydə böyük bir ailə kimi yaşayırdılar. Ən böyük və ən mehribanı Yupiter idi. O hər gün digər planetləri qoruyurdu ki, heç kim onlara dəyib zərər verməsin. Merkuri çox balaca idi, amma Günəşə ən yaxın olduğuna görə həmişə parıldayırdı. O, mən Günəşin ən yaxın dostuyam, deyib fəxrlə gəzirdi. Səs gəlir də sizə, düzdür? Bəli, bəli. Venera isə ən gözəl palto Yəni bu hər hansı bir nağılı artıq səsləndirə bilərik çox rahat şəkildə. Özümüz yazdıq, özümüz səsləndirdik. Normalda bunu ödənişlə səsləndirməyə qalsaq orta hesabdan bir 300-400 manatlıq bir xərc idi. Biz 5 dəqiqə eləyə bildik. Və səs tonu da istədiyimiz tonda biz özümüz seçə bilirik. Kitab özətini çıxardıb səsləndirə bilərik. Hər hansı bir dərsliyi səsləndirib uşaqlarla paylaşa bilərik. Əlimizdə 2 səhifəlik bir yazı var, ondan uşaqlara səsli formada göndərmək istəyiriksə, burada məsələn sakit və motivasiya edici bir tonda danışmağını istəyərək dərsi səsləndirib uşaqlara göndərə bilərik ki, öyrənməsi daha rahat olsun. Yəni çox şeydə istifadə edə bilərik hal-hazırda. Bizim işimizə çox yarayar.
Onlarla mütləq səslənən əlaqəli hissələri test edin. Ümumi olaraq işimizə çox yarayacaq və çox maraqlı olacaqdır. Hətta Gemini'nin bir özəlliyi var, indi sizə onu da göstərim. Bu yeni gəlmiş bir şeydir, heç yerdə də yazmır. Təsadüfən mən test elədim, gördüm ki, olur. Sadə də qalsın. Burada biz əvvəl nağıl hazırladıq, biraz əvvəl nağıl. Məsələn, hanım? Budur. Bunu atırıq. Əlimizdə səs var, belə mətnə çevirməli. İndi baxın. Mətni səsə çevirə bilirik və mükəmməl tərəfi hər hansı bir səsi də mətnə çevirə bilirik. Bu, ingilis dilində ola biləcək hər hansı bir səsi götürüb, mətnə çevirib, sonra Azərbaycan dilinə tərcümə edib, yeni səsləndirmə də eləyə bilərik. Onunla hal-hazırda istədiyimiz hər hansı bir dildə öyrənə bilərik. Heç bir çətinliyi yoxdur. Əsasən də yeni dil öyrənmək istəyəndə hətta eşitmək üçün də çox mükəmməldir. Bundan sonra keçirik ikinci saytımızın adı Eleven Labs. Eleven Labs ilk çıxan süni intellekt modellərindən biridir səsləndirmə ilə əlaqəli. Bura Azərbaycan dəstəyi təzə gəlib. Gəlirik burada text-to-speech hissəsinə. Məsələn, bunu dəyişək, neyniyək? Buna da tonu yuxarıda təqin içində veririk. Biz biraz əvvəl uşaqlar üçün bir səsləndirmə hazırlamışdıq. İndi onu bura üçün də yazaq. Görək necə hazırlayacaq bizə. Uşaqlar üçün hazırladığımız zaman. Səsi atdıq bunun içinə. İndi mətni açaq. Çox uzun olmadan bu qədər hissəsini. Burada da səs tonunu yazmaq üçün səs tonunu yazmaq üçün burada belə mötərizə içində yuxarıda yazanda səs tonu olaraq tanıyır. Buradan bir səs seçirsiniz. Bu mənim əlavə elədiyim səslərdir. Burada hər hansı bir səsi seçərək ümumi səslər içərisindən. Səslər içərisindən birini götürüb istifadə edə bilərsiniz. Varsa biz bunu götürdük. Generate speech hissəsinə vuraq. Hazırlasın, görək necə hazırlayır bizə. Use a warm, gentle, and expressive voice, like a kind storyteller reading a back soft pauses. Smile in your voice when naming each planet, and use a deeper, caring tone for the sun. Keep the mood calm, magical, and soothing. En büyük ve en mehribanı Jüpiter'iydi. Slowly and clearly with soft pauses. Smile in your voice when naming each planet, and use a mehribanı Jüpiter'iydi. O Niyə belə elədi? Bir dəqiqə bunun üçün yenidən yazaq. Eleven birbaşa belə yazdım. Dırnaq içində kodlaşdırma kimi görsəni. Yazanda Eleven Labs üçün promptu yaz, avtomatik dırnaq içində alır. Düzüm indi başa düşəcək. warm, gentle, expressive. Niyə belə elədi?
slow pacing, clear articulation, soft pauses, smiling tone on planet names, deeper caring tone. En büyük ve en mehribanı Jüpiter idi. Slow pace. Bu niyə belə eləsin? En büyük ve en mehribanı Jüpiter idi. O her gün diğer planetleri koruyurdu ki hiç kim onlara değip zarar vermesin. Merkuri çok balacaydı ama Güneşe en yakın olduğuna göre həmişə parıldayırdı. O, mən Güneşin en yakın dostuyam deyip fəxrlə gəzirdi. Venera ise en güzel paltarı giyinmişti. Qızılı dumanla bəzənmişdi ve herkes onun parlaklığına bakıp heyran qalırdı. 2 dənə versə ver En bu büyük ve en səslər üçün. mehribanı Jüpiter idi. O her bin diğer planetleri koruyurdu ki hiç kim onlara değip zarar vermesin. Merkuri çok balacaydı ama Güneşe en yakın olduğuna göre həmişə parıldayırdı. O, mən Güneşin en yakın dostuyam deyip fəxrlə gəzirdi. Venera ise en güzel paltarı giyinmişti. Qızılı dumanla bəzənmişdi ve herkes onun parlaklığına bakıp heyran qalırdı. Burada Eleven Labs-də də ödənişsiz versiya verir bizə istifadə eləmək üçün. Amma burada bir limit vardır. Limit əslində yetərincə böyük bir limitdir. İstifadə edib bitirə biləcəyimiz tərzdə bir limit deyil. Girib siz də test eləyə bilərsiniz, amma mən daha çox AI Studio'dan istifadə edirəm. Səbəb həm ödənişsiz, həm limitsiz, həm də daha rahat gəlir mənə. Sanki Azərbaycan dilini o daha yaxşı səsləndirir. Sonra burada var səs effektləri var. İstədiyimiz səs effektlərini yazaraq hazırlaya bilirik. Məsələn, bura yazan kimi avtomatik hazırlamağa başlayır, göstərəcək bizə. Səs gəlmir hal-hazırda sizə. Bize o sesler gelmiyor. Yəni bir dənəsini indirim, açım. Yəni burada səs özümüz yarada bilirik. Hər hansı bir video düzəldində hər hansı bir səs lazımdırsa sizə. Sizde bayağı yaranmadı yoksa o niye de oldu? Onu əslində yaratmanı yaratdı, prosta səs gəlmədi. Mən də bilirəm səs. Bize gelmedi ona göre değil. Yo, bir dəqiqə. Bildim yaratmadı. Yo, bir dəqiqə. En büyük ve en mehribanı Jüpiter idi. O her gün diğer. Bir dənə endisini hazırlasın. En büyük ve en mehribanı Jüpiter idi. Bu bizdəki qrupda olan bir qızın səsidir. Bunu kopyalamışıq dərsdə keçəndə. Birbaşa elə onun səsi ilə qulaq asasınız. En büyük ve en mehribanı Jüpiter idi. O her gün diğer planetleri koruyurdu ki hiç kim onlara değip zarar vermesin. Merkuri çok balacaydı ama Güneşe en yakın olduğuna göre həmişə parıldayırdı. O, mən Güneşin en yakın dostuyam dedi. Bir var idi, bir yox idi. Bu da AI Studio, fərqə baxın. Günəşin ətrafında dönən 7 dost planet var idi. Onlar göydə böyük bir ailə kimi yaşayırdılar. Ən böyük və ən mehribanı Jüpiter idi. Bu ondan istifadəyə daha uyğunmuş kimi gəlir mənə. Səs gəlir də ikisində sizə, düzdür? Bəli, hər ikisini geldi. Həm də nə maraqlıdır, o deməli real olan gənc qızın səsidir. Amma bu isə sanki belə Astavanın keçmiş yaxşı aparıcıların səsinə oxşadır. Yəni güvən verici səsdir. Bəli, əsl nağıl söyləyən belə maraqlı, yaxşı səs. İndi məsələn biraz əvvəl yaratdığımız səs tonunu bir yerdə məsələn onun promptunu yazdıq bura. İndi onun bir dənə promptunu dəyişəndən sonra məsələn heç axıra kimi eləməyinə ehtiyac yoxdur. Bu qədər eləsin bəsdir. Bir dənə bunu hazırlayaq, baxaq ki başqa bir səslə necə hazırlayır. Elə hazırlayaq ki sanki bir kişi səsi və bəlgesəl sanki danışırmış kimi qalın səs tonunda eləsin. Bir də onu test eləyək. Bu hansı harda elədik biz onu?
Sözünü hardan yazdıq nağılını? Hə, başqa. AI Studio, daydı ya da not. Yo, ora prompt. Daydı ya. İndi bunu çevirək 60 yaşında səs tempri ilə bir dənə dinləyək görək. Onda necə bir şey yaradacaq. Eyni səsi götürdük səhvliyinə. Got a project in mind? What do you want to explore? Bir dənə onu hazırlasın, indi endirim, dinləyək. Görək necə hazırlayır. Bir var idi, bir yox idi. Günəşin ətrafında dönən 7 dost planet var idi. Onlar göydə Bunu çox qəşəng bacarar, yəni promptda oxuyub hazırlamağa. İndidən baxın. bir var idi, bir yox idi. Günəşin ətrafında dönən 7 dost planet var idi. Onlar göydə böyük bir ailə kimi yaşayırdılar. Ən böyük və ən mehribanı Yupiter idi. O hər gün digər planetləri qoruyurdu ki, heç kim onlara dəyib zərər verməsin. Merkuri çox balaca idi. Amma Günəşə ən yaxın olduğuna görə həmişə parıldayırdı. Bu nağıl ton seyini çox yaxşı tutur, çox yaxşı verir. Yəni ciddi bunu kommersial məqsəddə çox rahat istifadə eləmək olar. Çox gözəldir həqiqətən. Ümid edirəm ki, dərslərinizdə istifadə eləyərsiniz. Çünki lazımlı olur. Biz dediyimiz kimi buradan digərində bir də məsələn səs 60 yaş yazsaq belə seçdiyimiz səs burada gənc birinin səsi olduğu üçün səsi maksimum dərəcədə nə qədər qalınlaşdıra bilirsə onu eləyir. Buradaydı. Burada bizim mətnimiz, burada da bizim səsimiz. Səsi daha qalın bir səs seçsək aralarından. What's a skill you'd like? What kind of problem could we solve? What kind of Ready to build something awesome? Got a project in mind? Hə. İndi bir dənə daha qısasını hazırlayacağam. Bir də bunun səs tonuna baxaq. Səs tonu daha biraz ağır tonlu. Bunlarla qəşəng sənətli filmlər, bəlgesəlləri səsləndirmək çox yaxşı olur. O televizorda gördüyümüz səs kimi səslər mövcuddur burada. Əsasən indi TikTokda ya da Instagramda. Bir var idi, bir yox idi. Günəşin ətrafında dönən
Bu da maraqlandı. Prosta yaş Bir olaraq var idi, bir yox idi. Günəşin ətrafında dönən 7 dost planet var idi. Onlar göydə böyük bir ailə kimi yaşayırdılar. yəni istifadəyə uyğundur. Ümid eləyirəm ki, işlərinizdə istifadə edərsiniz. Çünki uşaqlar bu hissəyə fikir verdim ki, mahnını gördülər, çox əyləndilər. Bu hissəyə çox odaqlanmadılar, daha çox mahnıya odaqlandılar. Bir çətinlikləri olsunsa biz uşaqlarla qrupda varıq, oradan da soruşa bilərlər. Yəni sizin də ağlınızda olsun ki, səsləndirmə ilə əsas şeylərin hamısını biz AI Studio'da eləyəcəyik. Eleven Labs-dən də daha çox. Eleven Labs-ə gələndə burada səsləndirmə bu yaratmaqdır. Bu səsi dəyişdirmək üçün də biraz tonunu. Sound effect hissəsi var ki, biz dedik burada yazaraq, avtomatik bunlar da var. Yazaraq səs tonları yaratmaq üçün. Sonra burada voice isolator var ki, bu əlinizdə səs olur, hər hansı səs istifadə eləməlisiniz, amma səs külək olur ya da səs küy ətrafda çox olur deyə çox kirli bir səs olur əlimizdə. Onu həmin vaxt burada Eleven Labs-in içində ödənişsiz versiyada belə voice isolator yəni sayəsində səsimizi atıb təmizləyə bilərik. Ümumi olaraq ki, səsin kənarında olan, səsdə olan kənar səsləri təmizləyir. Belə deyək. Sonra buna yeni musiqi özəlliyi gəlib. Musiqi də heç yaxşı deyil hələ ki, ümumi olaraq. Buna da ümumi speech to text. Yazını birbaşa mətnə çevirmək üçündür. Test. Ya, transcript. Bunun səsi ataq bir dənəsi. Görək nə qədər yaxşı çevirə bilir. Azərbaycan. Upload file. Bu da yeni gəlib ona. Görək nə qədər yaxşı eləyə bilir. Processingdədir. O davam eləsin. Burada hər şeydə ödənişli hissələrdir. Hazırlayır. PDF olaraq versin görək bizə. Düzgün çıxarda bilir. Bu da çox yaxşı çıxartdı. Əlimizdəki səsləri bunun vasitəsilə də birbaşa mətnə çevirə bilərik. Speech to text hissəsi ilə. Bu yeni gəlib və mən Gemini içində istifadə etmiş sözün açıq daha rahat gəlir. Çünki onsuz da davamlı istifadə etdiyim platformadır. Amma bu platformanın da içinə gəlibdir, istəyirsə istifadə edə bilərsiniz. Və gəlir ən əsas hissəsinə biraz əvvəl qeyd elədiyimiz kimi. Burada voice hissəsinə gələndə instant voice clone var. Bu premiumda açıq olur normalda. Burada məsələn professional versiyası var ki, burada 30 dəqiqəyə yaxın səsləri yüklüyürük, təmizlənmiş səsləri. Artıq onda verdiyi nəticələr çox daha yaxşı. Bura gəlib öz səsimizi yükləyəndə bizim səsimizə bənzər bir səs yaradır. Yəni onu davamlı istifadə edə bilir. Eynisi olmur. Çünki insan belə danışanda hər tonda biraz fərqli danışa bilir. Hər sözdə eyni səs olmur. Səsləri tamamilə dəyişə bilir. Burada da eyni mövzu var ki, səsi bura yükləyəndən sonra o səsi yaratmış oluruq. Məsələn, test eləyək. Buradakı səsi yükləyək. Next. İndi məndəki dillər də olur, deyiləmir. Burada next eləyəndən sonra o bizim üçün yaratmış olur. Ondan sonra o səsi istədiyimiz vaxt bir ad qoyub, ümumi səs siyahısından götürə bilərik. Siyahını indi mən sizə göstərəcəm, mən də digərlərin yanına düşəcəm. My voice hissəsinə gəlir ki, burada məsələn mən öz səsimi əlavə eləmişdim, düzdür, gəlməyəcək. Gratitude is not only the greatest of virtues, but the parent of all the others.
Bu gün bunu mən oxusam necə olardı? Mənim burada səsim var idi. Gratitude is not only the greatest of virtues, but the parent of all the other. Bir var idi, bir yox idi. Günəşin ətrafında dönən 7 dost planet var idi. Onlar göydə böyük bir ailə kimi yaşayır. Bir var idi, bir yox idi. Məsələn, bunu mən öz səsimə çevirmişəm, indi açım, görəsiz ki, belə oxşamır. Düzü bunu keçən Bir var idi, bir yox idi. Günəşin ətrafında dönən 7 dost planet var idi. Onlar göydə böyük bir ailə kimi yaşayırdılar. Keçən il eləmişdim də, keçən il biraz daha təkmilləşməyə ehtiyacı var idi ki, səsimi oxşatmır. Amma bunu da belə test edə bilərik. Səslə əlaqəli 2 dənə platforma var ki, bizim tamamilə bütün hər şeyimizi görürlər. BI Studio, bir də Eleven Labs. İndi ikinci hissədə biz musiqi haqqında öyrənəcəyik ki, musiqiləri necə hazırlaya bilərik. Bunlar nə sizin üçün də uyğundursa, biz bir 10 dəqiqəlik araya çıxaq, ondan sonra qaldığımız yerdən davam eləyək. Olar. Yəni, çox sağ olun Ülvi bəy. Sizə sağ olun. Çıxmayın, səs kamera bağlı qalsın, ikinci yarı qaldığımız yerdən davam eləyək.
Salamlar, yaxşıyam, sağ olun. Siz necəsiniz? Tamam. Mənim elə bunları mən göndərəcəm. Mən təşəkkür edirəm. Sizə işləriniz necədir?
Salamlar təkrardan. Salam. İndi onda keçək, biz səsləndirməni bitirdik, keçəcəyik musiqilərə. Musiqi ilə əlaqəli bizim platformamızın adı Suno'ya yazan kimi çıxır, suno.com. Amma burada belə iki dənə nüans var, onlara diqqət eləməyinizi istəyirəm. Create hissəsinə gələndə normalda sizdə simple hissəsi açılacaq. Onu custom hissəsinə çevirməliyik ki, bura sözləri, burada stilləri yaza bilək. İndi, məsələn, biz bir dənə mahnını çevirək, bir mahnı yaradaq ya da hazır mahnılardan birini cover eləmiş kimi olaq. Önərə biləcəyiniz bir yerli musiqilərimizdən var, onu çevirək. Bizim də sarı gənli zay eləmişdik, ona görə. Önərə biləcəyiniz bir musiqi. Siz dəstək olmursunuz. Sarı gəlin. Sarı gəlini keçən dəfə eləmişdim. Onu görə eləmirəm, dedim fərqli bir şey olsun. Onda nə olsun? Mən də sizdən soruşam. Mahnı ağlıma heç bu an gəlmir. Həmişə elədir. Nəyəsə fikirləşəndə fakt mahnısı nəsə heç adamın ağlına gəlmir. Kəpənək mahnısı. Bəxtiyar Vahabzadənin. Mirzə Babayev oxuyur. Mahnının sözlərini götürək, məsələn. Mahnını atdıq bura. İndi iki şey göstərəcəmsə, bura mahnının sözləridir. Bura mahnının stilləri ilə əlaqəlidir. Nə istəsəz əlavə eləyə bilərsiniz. Hazırları da var burada. Özünüz də yaza bilərsiniz. Mənim yaratdığım bu stil mənim çox xoşuma gəlir. Mən bundan istifadə edəcəm. Bir dənə yaradım. Siz də özünüz hansı stildə istəsəz yenidən yarada bilərsiniz. Rock, rap, pop, instrumental, yəni milli musiqi, nə istəsək. Biz sözü yazdıq, musiqinin tərzini yazdıq, vurduq hazırlasın. 2 dənəsini hazırlayır, 50 kredit verir, o da hər dəfəyə 2 mahnı, toplam 10 mahnı hazırlama olur, yəni 5 tərzdə. Mahnı hazırlamaya başlayandan bir 10-15 saniyə sonra avtomatik artıq yavaş-yavaş qulaq asmaq olur. Yəni başlanğıca hazır olan kimi artıq icazə verir hazırlamağa. Tam hazır olmamış da dinləyə bilirik. Normalda daha tez verdi, indi gözdəydi. Hə, verdi. Bir də mahnını hazır olmamış endirməyə çalışanda download işləmir gördüyünüz kimi. Görməliyik, gözləməliyik ki, bu tam dolsun, sonra endirə bilək. Hətta mən endirim, çünki belə açanda qulaq asamayasınız. Bir qayğısız kəpənəydin. Mən bu tərs xoşuma gəlir, deyimimi mahnılar yaxşı alınır kimi. İndi bir dənə açın, birlikdə qulaq asaq. Güller üstə uçan qaçan bir qayğısız kəpənəydin. Çiçəklərin ürəyində sənən şirin bir diləkdin. Sorağını gül çiçəkdən dalınca mən gördüm yoxsan. Qaçdım sənin dalınca mən. Mahnı işlə bildiniz də siz düzdür? Bəli. Çox maraqlı oldu. Qanun. Bir dəqiqə bağışlayın. Mənə bax. Keç burada 15-20 dəqiqə olsun, sonra qurtarmaq bir yerdə eləyək. Keç Caviz bir yerdə eləyək də. 20 dəqiqə qoşulacam da bir yerdə eləyək də. Bu istədiyimiz tərzdə hazırlaya bilirik və mənim fikrimcə çox qəşəng alınır. Çünki mənim indi hazırladığım burada mahnılar var. Açacam bir dənə siz dinləyərsiniz. Məsələn, Sarı gəlini bir dəfə hazırlamışdı ki,
Ben ki doymamıştım hiç vüsalından. Bana zulüm Hə, indi bir dənə sarı gəlini açıram, bir dənə qulaq asın. İndi oradan qulaq asım olmur deyə buradan açacağım. Bir dənə fikirlərinizi bildirərsiniz. Mənə çox maraqlıdır. Sarı gəlində cover. Yox, sadəcə sözləri. sulu dermezler. Sarı gelirim bu sevda ne sevdadır. Seni bana vermezler. Hətta burada bir yerdə boğaz eləyir. Yəni bunu real, buna ya heç kim deməz də. İndi o boğaz hissəsi gəlir. İndi baxın. Bu derenin uzunu çoban kaytar uzunu uzunu. Bu derenin uzunu çoban kaytar uzunu uzunu. Ne ola bir gün görünmez yarımın yüzünü. Ümid Bey, eşidilmir mahnı. Elə mən də onu demək istəyirdim. Elə bildim internet səhvdir. Sağ olun valla, mən də bayaqdan deyirəm qulağa. İndi gəlir. Hamısı gəlir də bunu. Siz Əvvəl səs gəldi, sonra belə səs yoxa çıxdı. İndi gəlir. Gəlir. Sarı Çox qırıq-qırıq gəlir. bu sevda ne sevdadır. Seni bana vermezler. Belə eləyək. Mən onu sizə indi WhatsApp-dan göndərirəm. Siz oradan WhatsApp-dan açın, mən də buradan açım. Paralelində bir yerdə qulaq asa bilək. Mirzə Babayeva qulaq asa bildiniz onun mahnısına? Yoxsa o da getmədi? Bayaq gələn səs, o gəlirdi mahnı. Kəpənəklər. Bəli, onu dinləyə bildik. Çox maraqlı tərzdə, yeni üslubda. Bir dənə gözlədim, göndərdim, gözləyirəm. Bir dənə ona qulaq asın. Ümid Bey, mən dinləyə bilmirəm çünki mənə deyir ki, kol var deyə, yəni artıq bir zəngi qoşulmusunuz. Telefondasınız siz ona görə yəqin. Bəli, bəli. Hə, tamam. Mənim xanım qulaq asa bilirsiniz siz? Tamam, onda elə bir şey yoxdur, ondan sonra qulaq asarsınız. Yəni mahnıları yükləyib burada istədiyimiz... Ümid məndə gəlir səs. İndi qulaq asırsınız. Yəqin sizə də gəlir də mən dinlədim. Yox, sizin dinlədiyiniz mənə gəlmir. Məndə necə sizə gəlmişsə Amma istədim. gəlir. Mahnı necə alınır belə? Çox yaxşı. Tamam fərqli üslubdadır. Deməzsən ki, o mahnıdır. Və fərqli üslubdan əlavə ən mükəmməl şey mənim fikrimcə şeydir ki, süni intellekt olduğu bəlli olunmur. Bəli, bəli. Ondan nə yaxşı? Çox yaxşı alınır. Ayşə xanım, siz qulaq astınız səs musiqiyə, sonra yoxa çıxdınız. Zəng gəldi deyə çıxmalı oldum. İndi qulaq astım bir əvvəlinə, bir kupletinə. Necə alınıb siz? Cover tarzındadır. Siz dediyiniz boğaza hələ çatmamışam. Bir dənə qulaq asın, sonra. Yaxşı. Ben bir zaman özümden uzaktım. Ümid Bey, bir şey soruşum. Bu məsəl üçün müəllif mahnıları, musiqisi ki var, onu əgər süni intellektlə yenidən belə selektiv eləyəndən sonra, yəni onu hardasa paylaşsaq, məsələn, orada deyilməz ki, bu müəllif əsəridir, hüquqlar qorunur falan. Müəllifi məncə bildirdikdən sonra heç bir problem yoxdur ki, cover eləmişik. Yəni burada biz demirik ki, onu yenidən yaratmışıq. Nə yaxşı, çox sağ olun. Çünki burada bu hissədə əslində indi səs gəlmir deyə bəlli olmur. Burada yaratdığım mahnılar var, məsələn, dəqiqə. Yəni bu mahnıları sırf mən keçən dəfə elədim, məsələn, Cəfər Cabbarlının Mənim Tanrım şeiri var. Onu götürdüm, onu bir dənə musiqi yaratdım. Çox mükəmməl bir şeylər çıxır. Ben bir zaman, ben bir
zaman öz-özümdən uzaq. Yəqin ki, sufi tərzində maraqlı bir əsər olub. Əslində biraz yox, elə bu tərzdə hazırladım mən. O tərz tam olaraq o tərzdə də yox deyim, o tərzdə yox. Amma yəni bu əslində çox maraqlı bir şeydir ki, ənənəvi mahnılara başqa tərz qatırıq da. Yəni burada bir hörmətsizlik mənim fikrimcə olunmur. Yəni kimsə ötürüb onu rock olaraq oxuyandan hamı deyir ki, sağ ol bunu rock müziğə də çevirdin ki, hamı qulaq asır. Məsələn bu keçən il 2 il əvvəl oldu da Dünya sən, dünya mənimin, məsələn, Niyaməddinə bir dənə rock qrupu oxudu. Gördük ki, çox maraqlı alınıb belə rock versiyasında. Bəli. Yadımdan çıxdı, Dəyirman qrupu idi, yoxsa necə? Bəndə nə idi qrupun adı? Mənim də yadımdan çıxdı tam olaraq. Hə. Onlar oxudular, onlar çox qəşəngdə alındı. Hətta o qədər yaxşı oldu ki, Niyaməddin dedi ki, sonra da bir yerdə oxudular, duet elədilər. İndi burada da eyni mövzudur məncə, yəni mahnı bir tərzdə okey, milli musiqimizdə qəşəngdir, amma yeni tərzə də çevirmək. Burada məncə orada qeyri-adi bir şey olmur. Hətta yəni gənc nəsil o tərzdə qulaq asmırsa, bu tərzdə qulaq asır. Amma əsas odur ki, o mahnıya qulaq asılır. Önəmli olan budur. Yox, sadəcə mən bunun tərəfdarıyam. Nə yaxşı, yəni ki, yenidən maraqlı tərzdə paylaşma. Sadəcə onu deyirəm ki, əgər əsərlər müəllif hüququ ilə qorunursa, onu soruşurdum ki, yəni problem eləməzlər ki. Əslində belə deyim, Azərbaycandakı musiqilərdə çox müəllif hüququ yoxdur, amma Türkiyədə bəzi musiqilər var ki, məsələn, onun mahnının sözünə uyğun, indi keçən dəfə mən Müslüm Gürsəsin bir dənə mahnısını düzəltmək istəyirdim. Məsələn, bu mahnısını götürək. Bu mahnının sözlərinin belə telifi var. Musiqinin ritmini, hər şeyini qoydum qırağa. Bir dənə baxın, mahnının sözlərini yaratmaq istəyəcək, yaratmayacaq. İndi bir dənə baxaq, stil qalsın eyni. Mahnının sözlərini bax. Bir dənə mahnının sözünü yazdıq, basıq referans mahnı zat vermədik də bunu. İndi bir dənə baxın, create eləyəndə error verəcək. Ekranı mən görmürəm, yoxsa paylaşmırsınız? Ekranı paylaşmamışıq. Bir dəqiqə, bayaq bir şey göstərdik. Bitdi. Burada Müslüm Gürsəsin mahnı sözlərini qoydum. Stilini qoydum ki, onun mahnısını yaratsın. İndi yaratmağa başladı, sonra dayanacaq. Məsələn, indi düzəltdi. Bu adamı xataya qoyurlar. 2 gün əvvəl mən bu musiqini nə qədər düzəltmək istədim, mənə error verdi ki, bunda copywriting var. Yəni, müəllif hüququ var, sən bunun sözlərini belə düzəldə bilməzsən. 2 gün əvvəl. Amma indi bu dəqiqə məsələn düzəltdim, düzəltdi. Eğer seni kırdıysam darıl bana. Şimdi sən öz sözlərimizə musiqi bəstələyə bilər. Bəli, biz uşaqlarla eləyəndə elə elədik. Məsələn, indi məndə belə bir yazarlıq yoxdur. Varsa indi bir dənə özümüz bir açar sözlər verək ki, yaratsın məsələn. Nə mövzusu? Hansı bir şeirdən götürə bilərik? Şeiri musiqiyə çevirsin, yoxsa necə? Şeirin sözlərini götürə bilərik. Ağlımızda varsa birini hazırlayaq. Hazırlayaq, mən sizdən paylaşım elə burada. Xanımlar bəlkə hansını zət edilər, aklıma gəlmir hal-hazırda. Ramiz Rövşən, yağış yuyur, gün qurudur. Bunu hansı tərzdə eşitmək istəyərdiniz? Elə bayaq sizin qoyduğunuz tərzdə maraqlıydı. Məncə bu şeirə də yaraşar. Onu da bir dənə yüklüyüm, vurdum hazırlansın, bir dənə bana. Ruhuna birden gecem tutarsa güneşi çevir bana. Sevgilim bağışla. Eğer seni kırdıysam darıl bana. Ama bir gün beni... İndi bunu hazırlayır. Bu yerleri, bu gülleri yağış yuyur gün kurudu. İndi siz eşitmirsiniz, amma mən deyim ki, çox yaxşı yaratdı. İndi paylaşacağım sizinlə də. Yəni bu mahnıya ciddi mənada mən qulaq asardım. İki versə də düzəldi. İndi ikisini də göndərəcəm sizə, baxarsınız. Bu yerleri,
Bir dənə açım, bir dənə baxın, görün buradan səs gəlirsə əla olar əslində. Səs gəlir. İndi bəs. Səs gəlir. Qırıq-qırıq gəlir ara sıra. Onda mən elə ən yaxşısı göndərim qrupa. Qrupa göndərim. İki versiya hazırlayıb. Dünyada çok şeyler bu yerleri, bu göyleri yağışıyor. Gün Sən dəqiqə mahnına ged, kəsin bəli. Buyurun. Axşamınız xeyir. Mən gec qoşuldum. Məktəbdən indi gəlmişəm. Yoxlamalarınızla düzülürsən. Buyurun. Bu süni intellektlə səs yaratma, musiqi yaratma, bunları uşaqlar hansısa formada istifadə edəcək müsabiqə işlərində? Ya spesifik olaraq musiqi ilə əlaqəli bir şey yoxdur. Sadəcə şeylə əlaqəli. Animasiyada üst səs olaraq ya nağıl kimi danışmaqda ya da musiqi olaraq istifadə edə bilərlər. Eyləsələr daha yaxşı olar. Hər hansı bir musiqi yerinə özümüz yaratdığımız musiqidən istifadə daha yaxşı olar. Yəni bu süni intellektlə olan animasiyada əgər musiqi olacaqsa buradan yaratsalar yaxşı olar. Bəli, musiqi ya da hekayə, məsələn, nağıl kimi hekayə olacaqsa onda da eyni qayda. Elə olsa daha yaxşı olar. Yəni onda səsləndirməni buradan eləməlidirlər. Yəni orada səsləndirmə olacaqsa, bəli, buradan olunmalıdır. Yəni buradan olunsa daha yaxşı olar. Adi səs effektləri də eləyə bilərlər. Sadəcə bu onlar üçün daha müsbət olar. Həm daha yaxşı göstərər. O nəzərdə tuturam. Bu arada mən o gün canlı təlimlərə gələ bilməmişdim. Uşaqlar özləri getmişdi. Siz elə bunları öyrətdiniz də, eləmi 6-cı gün? Bəli, bəli. Uşaqlar. Hə, onda məlumatlar var. Hə, uşaqlar orada birbaşa belə deyim, hamısı ilə birbaşa özüm məşğul oldum. Hamısı da mahnı hazırlamışdılar. Hazırlaya bilməyən yox idi. Video kaydınıza baxdım, göndərdiyinizi. Orada səslərdən başa düşürdüm onu. Çox maraqlı keçdi. Çox belə aktivdə iştirak elədilər. Çox böyük həvəslə qayıtmışdılar. Mənə də çox həyəcan verici oldu onlarla dərs keçmək. Həm də çox maraqlı oldu. Yəni belə deyim də, biz tələbələrə də keçirik. Məsələn, iş həyatında işləyənlərə də. Onlara biz mahnı üçün yaratma verəndə hamı eyni tərz mahnılar yaradır. Uşaqlara verdik klassik musiqi yaradan, rap yaradan, rock yaradan, pop yaradan. Çox belə qeyri-adi bir şeylər yaradırlar. Yəni beyinləri çox açıqdır. Yəni çox qeyri-adi şeylər ortaya qoya bilirlər. Sərhədsiz düşünürlər. Bəli, 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 tamamilə. Bu arada mahnını göndərdim qrupa. Bir dənə qulaq asın. Ümid müəllim, qulaq asın, çox qəşəngdir. Yəni şəxsən mənim də çox xoşuma gəldi. Mən buna axır vaxtları biz necə bu güncəlləmələr əslində yeni gəlib, əvvəl yox idi. Bu qədər yaxşı eləmirdi. İndi elə olub ki, yəni özüm playlistimi ancaq buradan düzəltdiyim mahnılara qulaq asıram. Çox mükəmməl mahnılar hazırlaya bilir artıq. Müğənni Sevdanın stilindədir axırıncı mahnı o. Bəli, bəli. Həmin stildədir. Bəli. Hətta bizdə bir daha mahnı hazırlamışdı. Elə bildik ki, birbaşa oxuyur. O oxuyur. Yəni kiməsə desəydi, ondan oldu Rast qrupu, əvvəlki qrup. O mahnıda incə sahibləri uzatması eynən həmin tərzdir. Yəni mənə elə gəldi ki, bu son vaxtlar hazırlanan musiqiləri bundan hazırlayırlar. Çox oxşuyur. Ya amma mən sizə deyərdim, son vaxt hazırlanan musiqiləri bundan hazırlasaydı, inanın ki, daha yaxşı olardı.
Çünki bu dəqiqə hazırlanan mahnılara baxanda keçən dəfə mənə bir radio proqramına çağırıblar, musiqi ilə əlaqəli danışır. Orada deyə bilmədim ki, kaş elə süni intellektlə hazırladılar. Yəni bugünkü musiqilər də heç də yaxşı, %90 heç yaxşı musiqi deyil yəni. Süni intellektlə hazırlasalar inan ki, daha yaxşısını verər bizə. Ki, pisini verməz hal-hazırdakı vəziyyətdə. Ondan yana düşünürəm ki, onu eləsə. Bizim bir platformamız var, daha Udio'dur. Onu biz təqdimata yazmışıq, amma uşaqlarda keçmədik. Sözün açığı, sizə də keçmək istəmirəm, səbəbi nədir? Bu əslində normal platforma idi. Son, dediyim kimi, bir ay əvvəl, 15 gün əvvəl Sunoya güncəlləmə gəldi. Artıq Suno o qədər yaxşı düzəldir ki, bunu biz 2 gün əvvəlki dərsdə açdıq, baxdıq, bir də bağladıq, qoyduq ki, yox artıq. Bunu üstünü, adını çəkməyə belə ehtiyac yoxdur. Udio. Udio əvvəl çox yaxşı idi, ya da bizə yaxşı gəlirdi o vaxt. İndi Suno, yəni əməlli başlı fərq atıb deyə artıq onun adını belə çəkə bilmirik. Yəni heç yaxşı alındırmır. Ümumiyyətlə bu süni intellektlə səs mahnı yaratmaq müəllimlərə də xeyli əlindən tutacaq məncə. Bizdə müəllimlər tədbirlər keçirəndə, misal üçün deyirəm, tutaq ki, kimya gecəsi. Buradakı müəllimlər bilər. Orada tutaq ki, elementlərlə bağlı, kimyəvi reaksiyalarla bağlı özləri söz yazardılar, ssenarilər də olurdu. Sonra bəlli bir musiqilərin üstünə uşaqlar ifa edirdi. İndi burada çox rahat olacaq, daha yaradıcı formada. Bəli olar, çox rahat olar, çox da yaxşı nəticə verər. Musiqini mütləq test eləməyinizi istəyərəm, yəni həm şəxsi istifadə üçün, həm də yəni ümumi olaraq belə baxanda kommersial tərəfi çox yaxşıdır. O ayrı məsələ, amma ümumi olaraq baxanda da çox mükəmməldir. Yəni zövq olaraq da istədiyiniz mahnıları öz playlistlərinizi artıq özünüz yaratmağa başlayırsınız. Bizi Suno istifadə edirdik həmçə işdə. Bu Suno yeni versiyası dəhşətli dərəcədə mükəmməldir. Nəysə deyəndə adlarımızı yazırıq, karakterimizi, xüsusiyyətimizi yazırdıq, bizə mahnı hazırlayırdı. Yəni indiki versiya təzə çıxıbdır. İndiki çox üst modeldir. Ondan yana tövsiyə edirəm ki, mütləq və mütləq test eləyin. Bir sualınız da varsa qeyd eləyin. Bu bizdə artıq keçəcəyimiz hər şeyi keçdi. Ümumi bir sualınız varsa qeyd eləyin. Çünki məndən artıq bu qədər məlumat. Çünki mövcud yeni dərs də keçdi. Testlər də elədik. Nəsə sualınız varsa. Mən daha çox o prosesin təşkili tərəfindən suallar verirəm. Bu şagirdlərimiz inşallah festival vaxtı bu həm stop motion videosu, həm süni intellekt videosunu bunlar YouTube-a yüklənmiş versiyada təqdim edəcəklər. Onu kompüterdə də gətirməyə ehtiyac varmı? Yəni onlar öz kabinetlərindən açıb harda yaradıblarsa onu göstərməyə və s. ehtiyac olacaqmı? Əslində mənim fikrim üzərindən sizlər dəyərləndirəcəksiniz. Mənim fikrimcə ehtiyac yoxdur, amma onu texniki, yəni təşkilatçı tərəfdən soruşsanız bəlkə digərlər vardı. Amma mənim fikrimcə ehtiyac yoxdur. Qaydalarda heç bir şey o barədə qeyd olunmuyor. Yox, ehtiyac yox, çünki mən bilən qabaqcadan təhvil verilməlidir işlər. Onda ehtiyac yoxdur. Onda ehtiyac yenə yoxdur, deyərdim. Ümid, mən sizə təşəkkür eləmək istəyirəm. Xanımlar özlərinə deyərlər. Bir dəyərli mütəxəssis kimi çox təşəkkür edirəm sizə. Ki, həqiqətən bu bilgilər, dediyiniz kimi, kommersiya məqsədli bilgilərdir. Bu ilə gözəl gəlir də əldə eləmək olar. Müəllimlik peşəmizdə də çox fərqli aspektlərdən yeni yanaşmalar gətirə bilərik. Səbirlə, təmkinlə bizi başa düşdünüz. Bizə lazım olan istiqamətlərdə, hətta o bu yaxınlarda birini təqdim eləmişdiniz, notebook eləm. Bəli, o çox dəyərlidir. Mən onu xeyli araşdırdım, siz təqdim eləyənə. Çox dəyərlidir həqiqətən. Mən təşəkkür edirəm sizə. Bizim burada hər kəs, xanımların bəzilərini tanıyıram. Hər biri öz sahəsində tanınan müəllimlərdir. Mən özüm belə sizdən o təmkin baxımından xeyli şeylər öyrəndim. Uşaqlarla da ünsiyyətdə hər uşaqlarla olan təlimə şəxsən qoşulurdum ki, görünən sizin o səbrinizə mən təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Nə gözəl ki, sizi bizlərə təlimçi təyin ediblər. Ümid edirəm ki, canlı festivalda da görüşərik.
Çox sağ olun. Sizdən bunları eşitmək mənim üçün çox onur, qürur Yəni söz vericidir. xətrinə demirəm həqiqətən. Çox sağ olun, bu real təşəkkür olaraq edirəm. deyirəm. Çox sağ Yəni olun. mütəxəssisdən təlim almaq o özü ayrı bir keyfiyyətli bir dəyərdir də. Yəni sadəcə sözlər yox, yəni çünki burada nə problem çıxanda hamısını həll edirdiniz, uşaqlar nə sual verirdi deyirdiniz. Bu onu göstərir ki, bu işi bilənlərdənsiz. Çox dəyərlisiniz, var olun. Təşəkkürlər, çox sağ olun, çox sağ olun. İstərdən də bunları eşitmək. Yəni, sizlə birlikdə mənim üçün də çox xoş idi. Uşaqlarla da çox belə maraqlı bir prosesdən keçdik. Sizləri tanımaqdan mən də çox şad oldum. Ümid edirəm final gündə orada da tanış olarıq üz-üzə də. Çox xoş idi mənim adıma da hər şey. Bizə də çox sözlərinə çox ətraflı, gözəl izah elədi. Ürək sözlərimizin hamısını dedi. Sağ olun, siz də sağ olun. Təşəkkürlər. Yəni demək olar ki, ilklərdəndir süni intellekt təlimi Azərbaycan təhsilində. Var, IT-də keçirir, amma bu sırf bu istiqamətdə peşəkar yanaşma ilə ilk dəfədir həqiqətən. Bəli, ilk idi. Yəni biz çox faydalanacağıq. Adam ilk dövrlərdə bilmir necə istifadə edə bilər, amma biraz sonra ayan olur ki, bunun nə aralarda, nələrdə istifadə edə bilərəm öz tədris prosesində. Bəli. Ümid edirəm ki, bu faydalı olar. Elə bu təşkilatçılıq eləyənlərə də əslində mən təşəkkürlər bildirdim ki, normalda bu uşaqların olmağı çox mükəmməl bir şey idi ki, bu ümid edirəm ki, Azərbaycanda çox şeyin qabağında açacaq. Bu bir öncü bir ilk addım idi. Ümid edirəm ki, bu uşaqlar üçün də, məktəblər üçün də daha faydalı şeylər daha da çoxalmağa başlayacaq bu süni intellektlə əlaqəli. Ümid bəy, mən də çox təşəkkür edirəm sizə. Həqiqətən dünya görüşüm artdı. İlk dəfə silabusu görəndə orada o adları görəndə Kling, nə bilim Sunov, dedim bunları öyrənmək, bunların öhdəsindən gəlmək, bu nədir belə? Amma o qədər rahat, o qədər gözəl başa saldınız ki, və ən əsas məqam isə uşaqlar sizi necə sevdilər, necə belə xoşbəxt olurlar hər dəfə sizin dərslərinizdən ayrılıb. Uşaqlarla aramız ekstra yaxşıdır. Çox bəli, həqiqətən, yəni onlar sizinlə xoşbəxt idi. Siz onlarla necə gözəl, maraqlı dərs keçirdiniz. Hər şeyə görə təşəkkür edirik sizə. Çox xoş idi dediyim üçün mən təşəkkür edirəm. Çox sağ olun, hər birinizə mən təşəkkürlərimi bildirirəm. Uğurlar da karyeranızda. Ümid edirəm ki, final zamanında görüşərik. Təşəkkürdən təşəkkürlər. Əlavə nəsə sualınız olsa, hər zaman onsuz da əlaqəmiz var. Yazıb soruşa bilərsiniz. Mən sevə-sevə əlimdən nə gəlsə eləməyə hazıram. Təşəkkürlər, özünüzə diqqət eləyin, görüşərik. Sağ olun, var olun. Çox sağ olun. Çox sağ olun, sağ olun. Çox sağ olun.